həbsin tapşırığı, sifarişi, əmri birbaşa İlham Əliyevdən gəlib. Cinayət həkimlər verir. Cinayət həkimlər verir. Niyə polislər üzbəyiz olmalı? Niyə? Niyə sıxırsınız cəmaatı? Cəmaatı sıxa-sıxa aparırlar. Azadlıq! 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 Tofiq Yaqublu əgər həqiqətən dələduzdursa, necə ki, digər qeyri-siyasilərin proseslərindən ki, dövlət televiziyaları canlı yayımlar verir və yaxud da məhkəmə prosesində reportajlar hazır. Qoyun gəlsin həmin o kanallar, qoy göstərsin ki, canlı yayımlar açardılar məhkəmədən və bütün ölkəyə göstərərdilər ki, Tofiq Yaqublu həqiqətən dələduzdur. Bu adam dələduzluq yoluna 25 min avro və 10 min manat pul mənimsəyir və bütün ölkə də görərdi. Ancaq bunun müqabilində nə gördük biz? Bugün bura yeridilmiş polis dəstəsi gördük, bir qoşun polis dəstəsi. Əgər Tofiq Yaqublu həqiqətən dəladuz və cinayətkardırsa, İlham Əliyev və onun hakimiyyəti nədən narahatdır? Nədən narahatdır? Hər bir şeyin bir əvvəli olduğu kimi bir axırı var. Onda görəcəm. Tofiq Yaqublu bildirdi ki, heç bir azadlıqdan məhrum etmə hökmü, heç bir işgəncə, təhdid onu haqq mübarizəsindən daşındıra bilməz. Tofiq Yaqublu bildirdi ki, əlbəttə ki, o Rəsulzadə yolunda, haqq ədalət yolunda davam eləyəcək. Heç bir məhrumiyyət onu bu yoldan döndürə bilməz. Hakim məsələn bugün ən son ana qədər prezident aparatından gələcək qərarı gözləyirdi ki, hansı ki məhkəmənin lap son dəqiqələrində bir xanım işçi əlində bir kağız və gəldi və bunu da məhkəməyə yanılmasa hakim Elnur Nuriyevə təqdim edildi və biz onda bildik ki, artıq prezident aparatından Tofiq Yaqublu barədə qərar gəlib və hakim artıq o qərarı elan edəcək.